15 aprel Beynəlxalq Mədəniyyət Günüdür. Bu münasibətlə sizi ürəklə təbrik edirəm. Düzdür, bir ildir biz əməkdaşlıq edirik. Sizin aranızda, aramızda deməli burada həqiqətən bir incə sənət həvəskarı olaraq sizin aranızda səmimiyyət gördüm, diqqət gördüm. Çox sağ olun ki, tədbirlərinizə məni dəvət elədiniz, bir aparıcı qismində, bir aktyor qismində. Allah razı olsun və ümid edirəm ki, gələcəkdə daha gözəl tədbirlər baş tutacaq, daha gözəl uğurlar qazanacaq sizinlə birlikdə və istəyirəm ki, Əhlas xanım, siz təbrik edəsiniz, eləməliyən işçilərinizsiniz, sözünüzü işlə qoşular. Mən də ilk öncə sizə xoş gəldin deyirəm. 15 aprel və bugün bizim günümüzdür, Beynəlxalq Mədəniyyət Günüdür. Bugün münasibətlə kiçik kollektivimizi təbrik edirik. Hətta sizi kiçik kollektivimizdə görmək bizə nəsib olsun. Amma inşallah da tədbirlərdə həmişə bizə kömək edirsiniz, əl-ələ veririk, dəstək olursunuz. Çox sağ olun, bunun üçün minnətdaram sizə. Var olun, Allah canınızı sağ eləsin. Mən həqiqətən sizi tanımamışdım baba. Hiç ağlıma gəlməz ki, siz belə bir insansınız da. Biz sizi tanıyandan sonra, şəxsən mən sizi tanıyandan sonra gördüm ki, bir insan pul hər şey demək deyil də, yəni. Siz maddiyyat bağlaya bilərdi, siz bura gələ bilərdiniz. Bu qədər o həvəs var ki, siz o sahəyə, sizin maddiyyat bağlamada öz istəyiyyətdən gələn bu həvəsdir ki, sizi bura cəlb edir. Bizim üçün də xoş oldu sizi tanımaq, sizlə işləmək, hələ inşallah axarı olur işlərimiz. Diqqətinizə görə də təşəkkür ederim. Çox sağ olun deyirəm. Bugünkü günü bizi yada saldığınız üçün təşəkkür edirəm. Çox sağ olun. Mən də hanımdan təbrik edirəm. Yüksək belə günlər, indən sonra çoxlu bir yerdə işləyək. İnşallah. Buyurun. Aslında bu çok özlemiştik. Sonra gələsiz,